Baxmayaraq Ucarda, Şirvanda böyümüşəm, ancaq mütaliəçi olmuşam uşaqlığımdan. Neyse sözüm bunda da dur. Biri götürdü, deyim ben ki, ay aşıq, sən hardansan? Dedim, Şirvan elindən. Deydi, harasından? Dedim ki, Ucar rayonunun Bərkişat kəndində, Həbibi diyarında doğulmuşam. Ucarda böyümüşəm. Böyük müəllimlərim olub, güclü müəllimlərim olub, Ziyalı ailəsində böyümüşəm, atam alim olub, Səməd Vurğunla, Süleyman Rüstəmlə şəkilləri var, bir dövrün adamlarıdırlar. Böyük qardaşım qızıl medalla medinsuta girib, özü də bizim atamız dünyasını dəyişəndə məktəb üzü görməmişik, balaca olmuşuq. Mən araçlar verirəm. Dedi, yox, Ucardansan, belə narazı kimi də. Dedim, nə oldu? Dedi, Ucardı, Kürdəmirdi, Aksudu, Zərdabdı, Ağcaqabıldı. Bir sözlə dedi, Şirvan issi yerdi. Xüsusilə Ucarı vurğuladı. Dedim, sən müsəlmansan? Dedi, bəli, Yusuf da baxır ki, indi bu nə deyəcək? Qonaqlar da var, bir 50 nəfər var. Dedim, müsəlmansan? Dedi, bəli. Dedim, 124 min peyğəmbər, 12 imam eşitmişsən? Dedi, onlara inanmayan kafirlardı ki. Dedim, onların hamısı issi ölkələrdə böyüyüblər. Alqışdım bu sözləri, əzizlərim, sözə baxın. Ən böyük dahilər issi ölkələrdə böyüyüb. Ən gözəl neymətlər issi mühitdə yetişir. Nə var issidə? Adi, südü çalırsan, böyrün başın bastırmasan, o da qatığa söyrəkmir. Xəmiri acıdırsan, üstün bastırıb hiss eləmirsən, o da almır. Təndirdə durmur.